tamaşaçılar, hər birinizi xoş gördük. Biz hal-hazırda yazıcı, filosof Əlisən Nicatın evindəyik. Onun özünün yox, gəlinin xalqımıza müraciəti var. Ağır xərçəng xəstəsidir, qızı epilepsiya xəstəliyindən əziyyət çəkir və maddi durumu aşağı olduğuna görə aylıq müalicə və müayinə xərclərini qarşılamaq üçün Əlisən Nicatın gəlini Badam Hüseynova Azərbaycan xalqına üz tutub. Onun nə deməyini bilmək istəyirsinizsə, buyurun ekrana, monitora bir qədər də yaxın əyləşin. Hər birinizi salamlayıram. Mən Badam Hüseynova, Musa qızı, filosof Əlisən Nicatın gəliniyəm. Mənim xalqım, mənim dəyərli bacı qardaşlarım. Sizə səslənib bildirmək istəyirəm ki, mən özüm 3 ildən yuxarıdır xərçəngdən əziyyət çəkirəm. Ağır xərçəng xəstəliyi Allah heç kimə nəsib etməsin. Əziyyət çəkirəm, 2 dəfə əməliyyat olmuşam. Əməliyyatdan əlavə yenə də səhhətimdə pisləşmələr gedir, analizlərdir, nə bilim, problem sağalma ehtimalı yoxdur da. Yəni sağalma ehtimalı da ki, maddi imkanlarım yol vermədiyinə görə vaxtı-vaxtında müalicələrə gedə bilmirəm. Analizlər də edə bilmədiyimə görə, reseptlərimi ala bilmədiyimə görə səhhətim də gün-günə pisləşir. Buna baxmayaraq mənim də gözümün ağır bircə dənə qızımız var. O da ağır epilepsiya xəstəsidir. Skalyozu var, ağır skalyozu ağrılarından qovrulur. Epilepsiya xəstəliyi olduğuna görə ona toxunma həkimlər deyir, olmaz. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim əziz qardaşlarım, bacılarım, analarım, dəyərlərim, qeyrətlilərim. Əgər bir dəstəyiniz olsa, mənim çarəsiz bir bacıyam. Mən həm şəhid bacısıyam, həm kasıb ailənin qızıyam da. Demək olar, düşdüyüm Əlisən Nicat, filosof Əlisən Nicatın da necə deyərlər, kasıb ailədir, çox kasıbı, belə nə bilim, Allah özü hamıya yardımcı olsun, əlhəmdülillah. Yəni bu xəstəliyin qabağında acizdir. Allaha şükürlər olsun, ac qalmırıq, susuz qalmırıq, amma xəstəlik içdən-içə yediyimizə görə bizi yeyir də. Ona görə müalicələrə ehtiyacımız var, yoxlanışlara ehtiyacım var. Şəxsən mənim övladım ehtiyacı var yoxlanışlara, müalicələrə, amma edə bilmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm. Əlisən müəllimi sevənlər, sevməyənlər, Azərbaycanın qəhrəman oğullarından, bacılarından, qeyrətli bacılarımdan, qardaşlarımdan sizlərdən xahiş edirəm. Mən çarəsiz bir anaya, bir bacıya dəstək olun, köməkli göstərin. Yuxarıda qoyduğum kartıma əlinizdən gələn, Allahın verdiyinə nə gücünüz çatırsa mənə bir dəstək olun, kömək olun ki, həm özümə, həm balama müalicə edim. Düzdür, ömrü verən Allah haçansə alarsa qurban olum Allaha, əlhəmdülillah. Yəni, müalicələrimi edə bilim ki, övladımın yanında ola bilim, sizə başlığa dönüm. Əlinizdən gəldiyi köməkli mənə göstərərdiniz. Çox çarəsiz durumda olduğuna görə mən sizlərə müraciət edirəm. Keçən dəfə də müraciət etmişəm, buna baxmayaraq. Sağ olsun mənim bacı qardaşlarım, minnətdaram, mənə kömək edib, dəstək olub. O dəstəklərlə elə müalicə edirdim, dərman zad alırdım, necə elə. Demək olar ki, yəni Allahın verdiyindən olduğu qədər etmişəm. İndi çox, yenə həmin durumda, imkansız olduğuma görə nə özümə, nə körpəmə vaxt-vaxtında dərmanlar ala bilmirəm. Öz reseptlərim tökülüb qalıb. Xahiş edirəm sizlərdən. Keçən dəfə də mənə dəstək oldunuz. Hər birinizdən əllərinizdən öpürəm. Allah sizi var eləsin. Kimin mənə nə dəstəyi, nə köməyi ilə haqqınızı mənə halal edin. Allah 1000 qatın əvəzini sizlərə yetirsin. Hər namazımda, dualarımda əl tutan mənə Allah əlindən tutsun. Allah 1000 qat əvəzini sizin əzizlərinizin, sevdiklərinizin qarşısına çıxarsın. Allah sizləri qorusun. Var olun, sağ olun mənim dəyərli bacı qardaşlarım. Badam xanım, bildiyimə görə sizin epilepsiya xəstəsi olan qızınız həm də universiteti qazanıb, amma gedə bilmir. Gedə bilmir, xeyr. Gedib uşaq surqaları çox baş verdiyinə görə mən də onu həkimlərə apara bilmədiyimə görə elə uşaq elə gecə-gündüz evdə oturub. Amma baxmayaraq adı məktəbdə gedir, dondurmuşam. Qərbi Kaspiyat Universitetinin kollecinə daxil olub keçən il. Yəni bir illik doldurmuşam ki, bəlkə uşaq bir müalicə edəm, özünə gələr. Amma edə bilmirəm də müalicə. Övladım da ki, baxmayaraq qız uşağıdır, 18 yaşı var.
Onun da gələcəyi olmalıdır. Cəmə sağlamlığı olmalıdır ki, valla onu oxumayı nə istəmirəm. Cəmə sağlam olsun ki, mən ana da onu hər dəfə halı tutanda, halı çevriləndə, yəni ölməyim də. Mən xərçəng xəstəsi elə bir şeydir ki, həyəcan olmaz, qorxu olmaz. Babamın qorxusu, həyəcanı məndən alır. Məni başa düşən analar bilir. Mənim kimi o qədər çarəsiz analar var, övladı xəstə olan analarımız var. Allah hamının balasına şifalar versin. Allah cəm balalara, cəm xəstələrimizə şifalar versin. Özümə şifa arzulamıram. Həqiqi mənada özümə şifa arzulamıram. Sadəcə bütün xəstələrə, bütün körpələrə şifa arzulayıram. Balama da arzulayıram. Allah mənim balama şifa versin. Mənə də möhlət versin ki, onu biraz bəyənməyini, onu bir ayaq üstə durmaq gücünü görüm. Elhamdülillah. Yəni Allah mənə möhlət versin. Xahiş edirəm sizlərdən. Mənə kömək edin, mənim səsimə səs verin. Heç məncə balamın, özümün, dəvədarmanı bir yoxlanışlara gedə imkanım əldə edə bilim sizlərin sayənizdə. Hər an, hər dəqiqə, hər saniyə duacıyam. Hər birinizə duacıyam. Kimi mənə 1 manatı keçib, 10 manatı keçib, 100 manatı keçib. Allah 1000 dəfələrlə sizlərə əvəzin qat-qat qaytarsın yaxşılıqlardan. Balalarınızın qarşısına çıxarsın. Yaxşılığa kim ki mənə yaxşılıq eləyir, Allah 1000 qat onun qarşısına çıxarsın o yaxşılıqları. Var olun, sağ olun, mənim dəyərli qardaşım. Siz də sağ olun. Mənim səsimə səs verin, mənə ana bacılarıma, qardaşlarıma mənim səsimi bildirmək üçün əziyyət çəkmişsiniz, gəlmişsiniz, bizi çəkiliş edirsiniz. Allah hər birinizdən razı olsun, mənim qeyrətli qardaşım. Özüm də şəhid bacısıyam. Bilirəm, bizim xalq vətən sevəndir, bizim xalq qeyrətli xalqdır. Bizim qeyrətli ana bacılarımız, qardaşlarımız var. Bir şəhid bacısı olaraq, bir kasıb xanımı olaraq, xəstə ana olaraq, Əlisə müəllimi sevənləri olaraq mənə bir dəstək, Əlisədən gələnə dəstək edə bilirsinizsə, minlərlə Allah sizlərdən razı olsun. Çox sağ olun, var olun, mənim dəyərli qardaş bacılarım. Bir sual da vermək istəyirəm, Badam xanım. Belə aylıq xərclərə, müayinə xərclərinə nə qədər pul çıxır təxminən? Əziz qardaşım, pul çox çıxır, sadəcə mən gedə bilmirəm. Ortalama məsələn, tamaşaçılar bilsinlər, bəlkə indi elə imkanlı şəxs çıxacaq ki, həmin vəsaiti elə 1 aylıq vəsaiti birbaşa qarşılayacaq. Ona görə soruşdum. 1500-dür, 1000-dir, 1500-dür. Bilirsiniz, mənim qardaşım, mən bilirəm ki, bu xəstəlik mənim sümüyümdə var. Amma o sümüyün də yoxlanışına özüdən bilir, azan suda onu bilənlər bilir də. Mən düzdür, savadsız qadınam. Ona müəyyən qədər pul olmalıdır ki, mən getməliyim, o aparatlardan keçməliyim, o da özəl xəstəxanalardadır. Mən onu edə bilmirəm, amma mənim bir tərəfim, ya Allah, sən kömək ilham verirsən. Ona görə qaldı. Yəni, aylıq xərc təxminən nə qədər gedir? İndi onu tamaşaçılar bilsə daha yaxşı olar, ona uyğun bəlkə də pul göndərərlər kart hesabınıza. Mənə öləsi bu dəqiqə 1500-2000-ə qədər pul lazımdır ki, mənə o sümük əməliyyatı var, deyirlər, o girirsən, başdan ayağa yoxlanılır. Onu mən eşitdiyimə görə yoxlayanlar deyirlər ki, 1500-1700-ə qədər o yoxlanış olub, ayaqdan dırnağa da başacan ki, o sümüklərə keçib, biraz savadsızam, tam izah edib deyə bilmirəm. Bu mənə aid, elə reseptdə demirəm. Qalan analizlərdir, nədir? Onları da mən yalan deyə bilərəm, nə qədər 5000-dir, 50 manatdır, 100 manatdır, 40 manatdan da ona bilirəm ki, heç olmasa insanın üstündə 500 olmalıdır ki, yoxlanış olunsun. Amma mən heç birini edə bilmirəm, gedə bilmirəm. Milli onkologiyada sağ olsun. Dəfələrlə gedirəm, bildirirəm ki, orada şəhid bacısı olduğuna görə nə olsun ki, mənə də bir yoxlanış, mənə də bir köməklə dəstək olsun. Sadəcə düzələrsən deyil. Vallahi billahi mən çökmüşəm. Baxmayın, görünüşümə baxım, elə şişdir. Özümdən hiss edirəm ki, mən yaxşı deyiləm. O gün halım o qədər, bu tərəfi, ürək tərəfimdə, o qədər halım söndü. Skor pamışım, uşaq zəng gəlib, mənə gəlirlər, aparasat qoşdular. Deyir, siz başdan ayağa yoxlanılmalısınız, xanım. Sizdə donma gedir, damarlarınız tıxancıdır, nədir, elə. Yəni, bu olunmalıdır. Amma mən skor pamışa deyə bilmədim ki, mənim axı imkanım yoxdur, gedim yoxlanmış edim. Dedi, sizə sırrıçını olunmalıdır, xanım. Yəni, belə. Qaldı ki, övladıma da ki, kurslara getməlidir, deyirlər ki, skalozuna toxunma olmaz, masajlara getməlidir, nə bilim, onlar da bilirsiniz də, 700, 800, 1000 manat 12 dəfə seansa getmək üçün
4-5 il bundan qabaq məndən aldılar uşağıma görə. Onu borc xərclə elədim, getdim apar. İndi də ki, daha da skalyozu da ağırlaşıb, nə otura bilir, nə uzana bilir. Necə deyirlər? Epilepsiyası da həmçinin. Ovud dərmanlar səhər, axşam. Elə bir dərman var, Tigretol. Onu bilən analar, bacılar, epilepsiyası olan uşaqların valideynləri bilər. Torbalarla yığmışam, boş karıbkalarına. O dərmanı mən tapa bilmirəm. Tapan yerdə də ya 35 manat 10 gündür. 10 gündə də deyil. O dərmanın içində 20 dənə gilə olur. 20 dənə gilə də elə bir ki, biri səhər, biri axşam verirəm. 20 dənə neçə gün elə? 10 gün eləyir. 10 gün deyil. 10 gün. 30 manat, 35 manat o dərman vermirlər də. O dərman da olmadı, balam çırpıldı getdi. Allah heç anaya göstərməsin, övlad ağrısı. Amin. Hər birinizə Allah var eləsin. Təşəkkür edirəm. Xahiş edirəm sizdən. Heç olmasa mənim balama görə mənə bir dəstək olun. Balama heç olmasa bir dəvə dərmanı vaxtında alım və yaxud yoxlanışlara aparım. Balam üçün yaşayım, möhlət istəyirəm. Mənim Allahımdan möhlət eləmək, xalqımdan möhlət istəyirəm. Mənə dəstək olun, kömək olun. Mənim dəyərli, əziz qardaş bacılarım. Var olun, sağ olun. Allah haqqınızı mənə halal elə. Allah 1000 qat əvəzinə sizlərə yetirsin. Elə hörmətli tamaşaçılar, ümid edirik ki, qədir bilən xalqımız yazıcı, filosof Əlisə Nicatın gəlini Badam xanım Hüseynovanın çağırışına səs verəcəklər və onun müayinə və müalicə xərcləri qismən də olsa qarşılanacaq. Sağ olun, salamat qalın. OTV-ni izləməyi unutmayın.